İbn Teymiyyə Rahmanullah təxminən görün neçə əsr əvvəl yaşayıb. İbn Teymiyyə Rahmanullahın Siyasət-ü Şəriə adlı kitabı var. Yəni şəriət siyasəti. Bu qalınlığında belə kitabdır. Yəni təhqiqi çıxarsan bu qalınlığında bu 3 santimetr, 4 millimetr olar yoxsa kitabın qalınlığı. Mən həqiqətən də maraqlandım, dedim, Subhanallah İbn Teymiyyə vaxtında yəni siyasət var idi belə. Dərhal o kitabı aldım, tez də vərəqlədim ki, görüm, yəni bizim siyasətdən üst-üstə düşmür, yəni deputatlıq, filan, məsələn. Subhanallah, kitab başdan ayağa qardaş, zəkatın necə toplanılması və necə paylanılması. Yəni, bu da İslamın siyasətidir. Çünki siyasət nə deməkdir, qardaşlar? İnsanların idarə olunması. Və insanlar da idarə olunması üçün təbii ki, işçi var, kasıb var, müdürü var və s. Yəni, bu deməkdir. Hətta İbn Teymiyyə Rahmanullahın məşhur fətvalarından var ki, İbn Teymiyyə Rahmanullah zəkatın bir və ya da bir neçə sinifə bölünməsi barəsində sualda müasir alimlərin əksəri o fətvadan istifadə edirlər. İbn Teymiyyə Rahmanullah sual verirlər ki, tam ki, mən zəkat salmışam, 10.000 zəkat salmışam və mən 20 dənə kasıb tanıyıram. Və mən 20 nəfərə bölməliyim, yoxsa bir nəfərə versəm kifayət eləyər. Cavabı necə ola bilər sizə, qardaşlar? 20 nəfər. Çünki o daha yaxşı görsən. İbn Teymiyyə Rahmanullah deyir ki, əgər 10 mindən 20 nəfərdən birinə versən, onun özün işi gücü olacaqsa və onun gələn ildə kasıbçılığı olmayacaqsa, ona verirsən. Gələn il kasıb neçə nəfər olur? 19 nəfər. Yəni, hikmətə baxmışsınız, qardaşlar. Yəni, bir var ki, tam ki, 3000 zəkat sarımsan, düzdür? Bir dənə qardaşı da məsəl üçün belədir, kasıb qardaşdır. Qardaşlar daima kömək edir. Bir də var, qardaşa məsələn, bir 50 dənə qoyun alsan, kifayət edir. Gələn də qardaş öz zəkat verəcək. Həmən gələn nə olacaq? Zəkat dəhil olacaq. Nəinki o götür 100 buna ver, 100 buna ver. O birinci heç birini heç nə eləməyəcək və gələn də kasıb nə olacaq? Bir də artacaq. Ancaq bir də var ki, sən bu cür eləməklə birinci kasbın biraz alacaq və ikinci o kasıb özə gələn nə yiyəcək? Zəkat dəhil olacaq. Ona görə qardaşlar, həqiqətən də yəni bu məsələlər, yəni ciddi məsələlərdir ki, yəni bu düzgün tətbiq olunmalıdır ki, yəni nizam pozulmasın.